Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Ötən gün İstanbulda baş verən zəlzələ zamanı yayılan görüntülər müzakirələrə yol açıb. Belə ki, silkələnmə anında insanların özünü pəncərədən atması birmənalı qarşılanmayıb. Nəticədə aydın olub ki, vətəndaşlar zəlzələ vaxtı davranış qaydalarını bilmirlər. Qlobal infoza danışan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Getirmişli deyib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Zəlzələ anında təmkinli olmaq, pəncərəyə yaxınlaşmamaq, eyvana çıxmamaq, liftə minməmək, pilləkənlə qaçmamaq tövsiyə edilir. Vətəndaş evdədirsə, qapı çərçivəsinə çəkilməsi məsləhətdir. Çünki qapının üstündə möhkəm beton bağlamaları keçir və onun altında dayanmaq daha təhlükəsizdir. Qurban Getirmişli bildirib ki, zəlzələ zamanı mebeldən, çılçıraqdan uzaq durmaq lazımdır. Gərək insanlar belə hadisəyə hazırlıqlı olsunlar. Birinci mərtəbədə yaşayanlar həyətə çıxa bilərlər, lakin onlar elə yerdə dayanmalıdır ki, binadan bir hissə qopub düşsə, yaxud ağac aşanda xəsarət almasınlar. Qeyd edək ki, İstanbulda maksimum magnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Son məlumatlara görə zərər çəkənlərin sayı 236 nəfər təşkil edib.